Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Mən Tərlan Rəcəbaliyev. İkinci hissədə ilk mövzu olan coğrafi təbəqənin komponentləri mövzusunun test izahlarını təqdim edirəm. Birinci sualımız belədir. Səhra iqlimi üçün səciyyəvi olan rütubətlik əmsalını müəyyən edin. Rütubətlənmə əmsalını tapmaq üçün biz illik yağıntıların miqdarını mümkün buxarlanmaya bölürdük. Mümkün buxarlanma həm də buxarlanma qabiliyyəti adlanır. Səhralarda rütubətlənmə əmsalı 0,1 və ya ondan daha az olur. Verilən cavablarda bu göstərici C-də düzgün verilib. Yağıntılar miqdarı 100 mm olduqca az. Məxrəcdə isə mümkün buxarlanma 2000 mm xeyli böyük miqdardır. Çünki buxarlanma qabiliyyəti temperaturdan asılıdır. Səhralarda yüksək temperatur, yüksək buxarlanma qabiliyyəti yaradırdı. Beləliklə cavab oldu C variantı. Test 2. Rütubətlik əmsalının vahiddən böyük olduğu ərazilərin səciyyəvi əlaməti. Burada rütubətlənmə əmsalı vahiddən böyük olmasını istəyir. Bu nə zaman mümkündür? Yağan yağıntılar miqdarı buxarlanma qabiliyyətindən çox olarsa və yağıntılar çox olduğu təqdirdə hamar ərazilərdə bu zaman bataqlıq və ya bataqlaşma üçün əlverişli şərait yaranır. Maili ərazilərdə isə sıx çay şəbəkəsi formalaşır. Cavabımız buna görə Y variantı edir. Digər ifadələr isə ksorofit bitkilər, səhra, yarım-səhra üçün quraqlığa davamlı bitkilərdir. Fiziki aşınma səhralarda gedən bir aşınmadır. Xüsusilə də quraq iqlimdə gündüz səth çox qızır, gecədə çox soyuyur və sutkalıq amplituda böyük olduğuna görə fiziki aşınma intensiv gedir səhralarda. Amma rütubətli ərazilərdə isə kimyəvi aşınma gedir. Burada fiziki əvəzinə kimya yazılsaydı doğru olardı. 5-də qeyd edən ifadə də quraq ərazilər üçün səciyyədir. Yəni duzlu göllər quraq ərazilərdədir. Rütubətli ərazilərdə isə şirin sulu göllər, axarlı göllər yaranır. Test 3. Qurunun qədim buzlaşmaya məruz qalmış hissələri və onların müasir relyefdə izləri. Qədim buzlaşma dediyimizdə 4-cü örnəkdə baş verən buzlaşmadan bəhs edilir. Bu buzlaşma bir proses olaraq Avrasiya və Şimali Amerikanın şimal hissələrində daha aydın nəzərə çarpır. Və həmin ərazilərdə bizim qarşılaşa biləcəyimiz relyef formaları buzlaq mənşəli çoxlu göllərin olmasıdır. Ərazi olaraq həm Kanada, həm Skandinaviya yarımadası, həm də Rusiyanın şimalında belə göllərin sayının çox olduğunu görə bilərsiniz. Buzlaqların fəaliyyəti ilə formalaşan çöküntülər morentirələr adlanır. Buzlaqların dağıcı fəaliyyəti nəticəsində isə karlar, sirklər, trok dərələri formalaşır. Cavabımız C variantı edir. Ümumən, buzlaşmanın təsiri ilə xüsusilə də Şimali Amerikanın və Skandinaviyanın sahillərində çoxlu fiord tipli sahillərin olduğunu və sahil xətlərinin kəskin parçalandığını görə bilərik. Test 4. Qırmızı qonur torpaqlar hansı təbii zona üçün səciyyəvidir? Belə torpaqlar isti, mövsüm rütubətinin səciyyəvi olduğu savannalar üçün səciyyəvidir. A-da qeyd edilən çöl və meşə çöl təbii zonasında məhsuldarlığın çox olduğu, tünd şabaldı və qara torpaqların yarandığını, B və Y-dəki yarım-səhra və tropik səhralarda rütubət çatışmazlığı bitki örtüyünün zəif formalaşmasına səbəb olur. Bitki örtüyü az olduğuna görə çürüntü də azdır və buna görə humus az olan torpaqlarda açıq rəngli boz qonur torpaqların yarandığını görə bilərik. D-də qeyd edilən enliyarpaqlı meşələrdə isə burada xüsusilə də qonur və qəhvə meşə torpaqların yarandığını görə bilərsiniz. Test 5. Antropogen landşaft nədir? Antropogen insan fəaliyyətidir. Məhz insanların təsərrüfat fəaliyyəti ilə yaranan bütün komplekslər buna misaldır. Nümunə olaraq siz buna yollar, kanallar, kollektorlar və yaxud da ki, yaşayış məntəqələri, infrastruktur, hər bir şeyi qeyd edə bilərsiniz. Test 6. Suvarmanın mahiyyəti. Suvarma, torpaqlarda çatışmayan rütubətin süni yolla artırılmasıdır. Buna uyğun cavab B variantıdır. Bu prosesin təşkili üçün insanlar çaylar üzərində müxtəlif bəndlər, su anbarları yaradır və həmin su anbarları, bəndlərdən müxtəlif kanallar çəkərək ətrafdakı torpaqları suvarır. Suvarma bir proses olaraq ərazinin, iqlimin quraq keçdiyi aylarda təşkil edilir. Məsəl üçün, subekvatorial iqlimdə əsasən qış ayları quraqdır, həmin aylarda təşkil edilir. Həmçinin biz bu ifadəni musson üçün də qeyd edə bilərik.
Subtropikin Aral dənizində və kontinental vilayətlərində yayların quraq keçməsi və ölkəmizdə də əsasən yaylarda su varma ehtiyac yaradır. Tropikin səhra vilayətlərində isə il boyu iqlim quraq keçməsi il boyu su varmaya ehtiyac yaradacaq. Test 7. Zonallığı yaradan əsas səbəb. Zonallıq, enliklər üzrə təbii komplekslərin ekvatordan qütbə doğru bir-birini əvəzləməsidir. Bu həm də enlik zonallığıdır. Ümumən, zonallıq bir proses olaraq yaranma səbəbi yerin səthində istilik və rütubətin qeyri-bərabər, ancaq qanuna uyğun şəkildə dəyişməsidir. Test 8. Daha çox landşaft qurşaqlarının müşahidə edildiyi dağlar. Daha çox landşaft qurşaq müşahidə etmək üçün biz isti ərazidə və hündür yüksəkliyə malik dağ verilən variantı seçməliyik. Burada A və B variantında qütbətrafı ərazi olduğuna görə dağın hündürlüyünə diqqət etməyə ehtiyac yoxdur. Belə ərazilərdə qeyd edəcəksiniz ki, az landşaft formalaşır. Əsasən buzlaq landşaftdır. Davam edirik. Şərtə uyğun olan C variantıdır. Mülayim enliklərdə, orta istili olan ərazilərdə hündürlüyü 5000 olan dağın ətəkdən zirvəsinə doğru, məsəl üçün nümunə ilə qeyd edeyim, çöl, meşə, subab, av çəmənliklər, subnival, yəni qayalıqlar, nival, yəni buzlaq landşaftlar bir-birini aydın əvəz edərək müşahidə edilir. Ona görə də sayı çox oldu. D-də qeyd edilən tropik qurşaqda yerləşən dağın hündürlüyü nisbətən çox olmadığına görə biz burada yüksəkliyə doğru şaquli ardıcılıqda çoxlu landşaft müşahidə edə bilməyəcəyik. Həmçinin Y-də də hündürlük az olduğuna görə bizim üçün uyğun variant ola bilməyəcək. 9. Podzol, yəni küləçalan torpaqların geniş yayıldığı təbii zona və ölkələr. Podzol küləçalan torpaqlar mülayim iqlim qurşağının tayqa təbii zonası üçün sərcəvidir və biz bu təbii zonanın formalaşığı əraziləri Kanadanın, Norveçin, Finlandiyanın ərazisində geniş yayıldığını görə bilərik. Bu izahımızı siz çalışın Atlaslı təbii zona xəritəsini açın və oradan izləyin. Test 10. Yarımsəhra və səhra landşaftlarına xas olmayan əlamət. Burada diqqətli olun, yanlış istəyir. Dəmiyə əkinçilik elə bizim üçün yanlış ifadədir. Çünki dəmiyə su varılmayan əkinçilikdir və rütubətin kifayət qədər olduğu mülayim iqlim qurşağı və adətən dağ-ətəyi orta dağlıq ərazilər üçün sərcəvidir. Yarım səhra isə və yaxud da ki, səhra isə quraq ərazilərdir. Rütubət çatışmazlıq ərazidir. Xüsusilə də yarım səhərdə rütubətlənmə misalı 0.3-dən kiçik olur. Səhrada isə bu göstərici 0.1-dən də kiçik olur. Ancaq digər variantda torpaqların boz qonur, şoran olması və yaxud da rütubətlənmə misalı vahiddən kiçik olması, adətən 0.3-dən belə kiçikdir dedik. Quraqlığa davamlı kol və efemer bitkilərin inkişafı və suvarma inkişafı buna uyğun ifadələrdir. Bu tipli testlərdə xüsusilə də siz bir-birinə əks olan iki ifadə arasında seçim etməliydiniz. Məsəl üçün, əkinçinin inkişafında biz dəmiyə və suvarmanın fərqləndiyini görə bilərik. Bu iki seçim içərisində yarımsəhra quraq ərazi olduğuna görə burada əlavə suvarmaya ehtiyac var. Rütubətin süni yolla artırmaya ehtiyac var. Yəni, Y-dəki ifadə uyğun ifadədir. Yanlış olan isə B olacaq. Yəni, seçiminizi bu şəkildə iki variantdan seçiminizi belə edə bilərdiniz. Test 11. Tayqa zonası üçün sərcəvi olmayan əlamət. Mülayim iqlim qurşağında yayılması aid olan ifadədir. Bizdən yanlış istəyir. İynəyarpaqlı meşələrdə bu da doğrudur. Qismən mülayimin şimal hissəsində, soyuq iqlim şəraitində, xüsusilə də qeyd edə bilərsiniz ki, şam, küknar, toz ağacı kimi ağaclardan ibarət meşələrdir. Podzol torpaqlar, yəni küləçalan torpaqlar da məhz bu təbii zona üçün sərcəvi torpaqdır. Subaaktiv qurşaqda geniş yayılmışdır ifadəsi yanlışdır. Mülayimdə geniş yayılıb, yanlış olan elə D variantıdır. Şimal yarımkürəsində geniş yayılıb, bəli, xüsusilə də cənubda quru ərazi kiçik olduğuna görə mülayimin olduğu ərazidə biz tayqanın yaranması üçün imkanları məhdud olduğunu görə bilərik. Şimalda, xüsusilə də Avrasiya və Şimali Amerikanın şimalında geniş yayılıb. Bu da sərcəvidir. 12. Təbii zonaların enlik üzrə dəyişməsinin səbəbləri. Enlik dediyimiz ekvatordan qütbə doğru təbii komplekslərin bir-birini əvəzləməsidir
Buna səbəb əlbəttə ki, coğrafi enliklər üzrə günəşin düşmə bucağının, onunla əlaqədar temperaturun və yağıntıların qeyri-bərabər ancaq qanunauyğun uyğun paylanmasıdır. Cavab, günəş şüalarının düşmə bucağı və onunla əlaqədar temperaturun dəyişməsi, eyni zamanda yağıntıların ərazilər üzrə qeyri-bərabər paylanmasıdır ki, təbii zonalar bir-birini əvəzləyir. Coğrafi təbəqədə təbii proseslərin baş verməsinin əsas səbəbi iki əsas məqam var. Birincisi, tükənməyən enerji mənbəyinə sahib olmasıdır, hansı ki, günəş enerjisi və yerin daxili enerjisinə sahib olmasıdır. Coğrafi təbəqədə təbii proseslərin baş verməsində və fasiləsiz inkişafında digər səbəb maddələrin ümumi dövranıdır. Dağlarda şaqili qurşaqlığı yaradan əsas amillər bizdən istəyir. Şaqili qurşaqlıq nədir? Dağın ətəyindən zirvəsinə doğru təbii komplekslərin bir-birini əvəzləməsidir. Və buna səbəb dağın ətəyindən zirvəsinə qalxanda temperatur və yağıntı nisbətinin dəyişməsidir. Beləliklə, C doğru variantdır. Daimi qar xətti daha hündürdən keçən dağ silsilələri. Qar xətti ən isti ayda belə temperaturun 0 dərəcə olduğu hündürlükdür. Və bu göstərici həm iqlim, ona uyğun olaraq enliklərdə fərqli hündürlükdən keçir. Tropiklərdə bu göstərici maksimaldır, 6-7 min, ekvatorial ərazidə təxminən 4500-5000, subtropik enliklərdə 3500-4300, mülayim enliklərdə adətən bu rəqəm 3500-dən daha azdır. Qütbə getdikcə bu göstərici azalır və qeyd edəcəksiniz ki, qütblərdə və qütbə yaxın ərazilərdə 0 metrə qədər enə bilir. Daha hündürdən keçən dağ silsilə deyəndə biz əlbəttə ki, nisbətən isti və hündür dağları götürməlisiniz. Verilən variantlar içərisində D doğrudur. Amma digər variantlarda xüsusilə də qar xəttinin heç formalaşmadığı dağları da misal çəkilib. Məsələn, A variantında Apalaç və yaxud da ki, böyük su ayrıcı silsilənin olduğu ərazidə qar xətti bu dağların ən hündür zirvəsindən daha hündürdən keçdiyinə görə qar xətti bunlarda mövcud deyil. Yaxud da ki, B variantında Ural dağlarında qar xəttin olduğu hündürlük, qarın əriməyən hündürlüyü 1000 metrdən keçir təxminən. Yəni, bu da bizim şərtə uyğun deyil. Qar xətti var, amma bizdə hündürdən keçməlidir deyir. O yüzden Uralda silə bilərsiniz. Həmçinin Skandinaviyada silmək olar. O da təqribən 1000-1500 metr civarında olan hündürlükdə qar xətti yaranır. Bu şəkildə variantları silmək lazımdır. C variantında xüsusilə də Karpat dağlarında qar xətti hündürlük olaraq aşağı hündürlükdən formalaşır. O yüzden də o da şərtə uyğun gəlməz. D bizim üçün doğru cavabdır. Verilən Tian Shan və ya Ant dağlarında ən hündür hissələrdə 5000-ə yaxın hündürlükdən keçir. Himalayda da bu rəqəm 5000 civarındadır. 5000-dən artıq hündürlükdən formalaşır. Yerdə isə Krım dağlarında ümumiyyətlə qar xətti formalaşa bilmir. Romankoş zirvəsidir ən hündür nöqtəsi. 1545 metr hündürlüyə malikdir. Skandinav dağlarda şərtə uyğun gəlmir, çünki orada qar xətti olsa da alçaq hündürlükdən keçir. Bizim bu tipli şərtimizdə qar xətti olmasına əlavə hündürdən keçən hissə. O şərtə uyğun olaraq D seçməliyiz. Bəzi testlərdə isə qarşımıza belə çıxa bilər ki, sual qar xətti mövcuddur, amma alçaq hündürlükdən keçir. Bu zaman siz qütbə nisbətən daha yaxın olan, məsələn, Alyaska silsiləsi, Ural dağları və yaxud da ki, Skandinav dağları, Verkhoyansk-Cherski silsiləni qeyd edə bilərsiniz. Bəzi suallarda isə qar xətti ümumiyyətlə formalaşa bilmir. Bu suala isə siz Avstraliyadakı böyük su ayrıcını və yaxud da ki, Ukraynanın ərazisi olub Rusiya tərəfindən idarə edilən Krımın adını qeyd edə bilərsiniz. Və yaxud da ki, Kap Əjdaha dağlarını, ABŞ-daki Apalaç dağını, Afrikanın şimalındakı Atlas dağlarını misal çəkə bilərsiniz. Ölkəmizdəki Talış dağları da son dediyim ifadəyə uyğun gələ bilər. Böyük səhrada vahələrin yaranma səbəbi. Vahə səhralarda şirin qurun səthə çıxması ilə formalaşan yaşıllıqdır və həmin ərazilər insanların məskunlaşdığı ərazilərdir.
Səthdə suya davamlı süxurlarla yayılması 1 dəqiqə. Şirin yeraltı suların səthə yaxınlığı çökək relyef amili məhz vahini yaradan səbəbdir. 17. İqlim qurşağı və tiplərinə müvafiq olan təbii zona və torpaq tiplərinin düzgün sırası. A variantında Aral dəniz, subtropik Aral dəniz vilayətində codyarpaqlı həmişəşin meşə və kolluq təbii zonası formalaşır. Doğrudur və torpağı da qəhvəyi torpaqlardır. Bunun üçün cədvəlimizdə, dərslikdə cədvəllər var, oradan istifadə edə bilərsiniz. B-dəki ifadəyə baxaq. Kəskin kontinental, bu xüsusilə də mülayimin bir vilayətidir və belə ərazilərdə enliyarpaqlı meşələr yanlış yazılıb. Enliyarpaqlı meşələr daha əlverişli, nisbətən temperaturun yüksək olduğu, yumşaq keçdiyi ərazilərdə söhbət mülayimin dənizi, qismən mülayim kontinental vilayəti ola bilər. Boz torpaqlar isə ümumiyyətlə meşələrdə yox, səhralarda olur. C-də subekvator iqlimdə savanna və seyrək meşə təbii zonasına rast gəlir. Əsasən bu təbii zona elə bu iqlim qurşağında daha çox formalaşıb. Amma qara torpaqlar yox, qırmızı qonur torpaqlardır. Qara torpaqlar xüsusilə çöl meşə çöl təbii zonalarının altında formalaşır. D-də tropik iqlim qurşağında səhra yarımsəhralar əsas rast gəlinən elə təbii zonadır. Ancaq səhra yarımsəhrada qırmızı qonur yox, bu savanna torpağıdır. Səhralarda boz torpaqlar olur. Boz qonur torpaqlar. Yerdəki xəta nədir? Muston vilayətində tundra qeyd edilir. Muston bir vilayət olaraq həm mülayimdə, həm subtropikdədir. Burada da dəyişkən rütubətli meşələr, yəni musson meşələr olur. Tundra və meşə tundra adətən subarktik iqlimdə formalaşır. Qileyli torpaqlar elə tundranın torpaqlarıdır. Burada musson əvəzində subarktik yazılsaydı doğru olardı. Mussonun bu arada dəyişkən rütubətli meşələrində isə qırmızı ferali torpaqlar olacaq. 18. Qədim buzlaşmaya məruz qalmış adalar və yarımadalar. Belə əraziləri siz qütbə yaxın olan əraziləri seçəcəksiniz. Novya Zemlya Rusiyanın şimalında şərtə uyğun gəlsə də Kalimantan ekvatoruna kəsişən ərazidir. O yüzden burada cavab olmayacaq. Skandinaviya şərtə uyğun idi. İslandiya, Jutlandiya, Yucatan. Burada Yucatan'ı siləcəksiniz. İslandiya adası ilə Jutlandiya yarımadası ödür. Jutlandiya yarımadası Avropada Danimarka və qismən Almaniyanın yerləşdiyi əraziyə uyğun gəlir. Davam edirik. C doğru cavabımızdır. Frans Yosef torpağı elə şərtə uyğundur. Spitsbergen adası da uyğundur. Adaların aid olduğu ölkələrdə bildirməliyik. Frans Yosef Norveçə, Spitsbergen isə Rusiya məxsusdur, Şimal Buzlu okeandadır. Kola yarımadası da elə Barents dənizi sahilində yerləşən, Rusiya məxsus, Şimal Buzlu okean ərazisində yerləşən yarımadadır. Cavab olaraq C-ni seçəcəksiniz. D-də Yava qeyd edəcəksiniz ki, ekvatorla kəsişir. O yüzden də şərtə uyğun gələ bilməz. Y-də isə xüsusilə də Florida isti ərazidir. O yüzden də bu da şərtə uyğun gəlməz. Davam edək. Aqroiqlim ehtiyatlarının əsas göstəriciləri. İqlimin kənd təsərrüfatında istifadəçi üçün yararlı cəhətləri aqroiqlim ehtiyatları adlanır. Və aqroiqlim ehtiyatlarına nələr daxildir deyərsə biz, vegetasiya böyümə dövründə, bitkilərin böyümə dövründə düşən atmosfer yağıntıları, bax, bu aiddir. Hündürlüyə doğru temperaturun dəyişməsi, artması bu aid deyil. Ancaq şaxtasız dövrün davam etmə müddəti, bax, bu aqroiqlim ehtiyatı hesab ediləcək. Nə qədər bu müddət çox olsa, o qədər aqroiqlim ehtiyatı zəngin deyə bilərik. İsti küləklərin tez-tez təkrar olması. Ümumiyyətlə, isti küləklər quru olduğuna görə təsərrüfat üçün yararsızdır, mənfi təsir göstərir. Ancaq fəal temperaturların cəmi doğrudur. Belə ki, fəal temperatur bitkinin inkişafı üçün lazım olan orta skalq 10 dərəcədən yuxarıdan temperaturun illik cəmidir. Bu, xüsusilə də aqroiqlim ehtiyatının əsas göstəricisidir. Buxarlanma qabiliyyəti temperaturundan asılıdır, düz mütənasibdir. Aşağı olması demək, temperaturun da aşağı olması deməkdir. Bu, əlbəttə ki, olmaz. İfadə kimi sadəcə elə belə qeyd ediblər. Cavab burada 1, 3, 5-dir. Ümumi olaraq aqroiqlim ehtiyatlarına biz günəş işığını, həmçinin bundan əlavə qar örtüyü, onun qalınlığı və səthə qalma müddəti kimi ifadələrdə qeyd edə bilərik. Test 20. Enlik zonallığın nə olduğu soruşulur. Enlik zonallığı
Təbii komplekslərin ekvatordan qütbə doğru bir-birini əvəz etməsidir. Bunu biz C variantında görə bilərik. Səbəb isə temperatur rütubətinin bu istiqamətdə dəyişməsidir. Yüksəklik qurşağı isə dağın ətəyindən zirvəsinə doğru təbii kompleksin bir-birini əvəzləməsidir. Terraslaşdırma nədir? Mərtəbələşdirmədir. Xüsusilə də dağ yamaçlarında xüsusilə də eroziyanın qarşısını almaq üçün pillələr sistemi yaradılmasıdır. Cavabımız oldu D variantında. Və terraslaşdırılan zaman həm su itkisinin qarşısı alınır, həm də eroziya prosesinə qarşı mübarizə bir tədbiri kimi qeyd edə bilərsiniz. Torpaq eroziyası nədir? Torpaq eroziyası torpaqların korlanmasıdır. Torpaqların xarici qüvvələrin, istər sərt sular, istər küləyin təsirindən dağılmasıdır. Buna uyğun cavabı seçəsi olsaq, torpaqların üst münbit qatının su və külək vasitəsilə yuyulub dağılmasıdır. Y doğrudur. Təbii zonaları bir-birindən fərqləndirən əsas amillər. Təbii zonalar bir-birindən xarici görünüşünə görə, torpaq bitki örtüyünə, heyvanat aləminə görə seçiləcək. Buna uyğun Y variantıdır. İqlim, torpaq, bitki örtüyü və heyvanat aləmi ilə təbii zonaların əsas komponentləridir və bu göstəricilər bir-birindən seçilir. 24. Sxemə əsasən subtropik iqlim qurşağında yerləşən dağlarda subnival və nival landşaftının yerləşdiyi məntəqələr müəyyən edilir. Dağın ətəyindən zirvəsinə qalxdığımızda müvafiq olaraq biz məsəl üçün çöl, meşə, çöl təbii zonası, daha sonra meşələri görə bilərik. Ondan yuxarıda çəmənliklər, çəmənliklərdən yuxarıda isə qayalıqlar, yəni subnival, bu N-ə uyğun gəlir və nival. Söhbət buzlaq olaraq N və H məntəqələrindən gedir. B doğru cavabımızdır. Deməli, subnival qayalıqlardır. Ondan yuxarıda isə nival, yəni buzlaq landşaftlar ən yuxarıda olur. Sonuncular N və H şərtə uyğun gəlir. Davam edirik. Aşağıdakı əlamətlər hansı təbii zonaya aiddir? İllik yağıntıları boldur. Zəngin bitki heyvanat aləmi var. Qırmızı sarı feolit torpaqlar formalaşıb, Afrika, Cənubi Amerika materiklərində daha böyük saatçıdır, illik temperatur amplitudu azdır. Bu bütün deyilənlər ekvatorial iqlimin ərazisində formalaşan rütubətli ekvatorial meşələrə aiddir. Cavabımız B-dir. Burada qeyd edilən ifadəyə baxaq 26-da. Yağıntıların düşməsində fəsli dəyişkənlik kəskin nəzərə çarpır. Orta illik temperatur müsbət 20 dərəcədən yuxarıdır. Bitki örtüyü və heyvanlar aləmi zəngindir. Torpaq münbit və torpaqları münbit və torpaq qatı qalındır. Söhbət xüsusilə də subekvatorialda daha çox rast gəlinən savanna və seyrək meşə təbii zonasından gedir. Həqiqətən də bu təbii zonada fəsil dəyişkənlik kəskin dəyişir. Yay dediyimiz aylar, isti dönəmlərdə təbii ki deyəcəksiniz ki, əslində burada il boyu isti keçir. Bir rütubətli dönəm var, bir də quraq dönəm var. Fəsil dəyişkənliyin əsas göstəricisi rütubətdir. Orta illik temperatur da adətən 20+20-30 civarında dəyişir, il boyu isti keçir. Xüsusilə də sıx ot örtüyü və seyrək meşələr, heyvanat aləmi isə olduqca zəngindir. Torpaqlar məhsuldardır, qırmızı qonur torpaqlardır. Və bütün bu deyilənlər ilə D variantına uyğun gəlir. 27. Tropik və arktik səhralarda bitki örtüyünün kasıb olmasının müvafiq səbəbi. Tropiklərdə isti və quru olmasıdır. Arktiklərdə isə rütubət olmasına baxmayaraq olduqca şaxtalı olması ilə əlaqədar, soyuq olmasına əlaqədar formalaşır. Beləliklə A variantı doğrudur. Tropiklərdə isti quru iqlim, rütubət çatışmazlığı, qütblərdə isə temperatur çatışmazlığı məhz bitki örtüyünün zəif kasıb olmasına səbəb olub. 28-ə baxaq. Savanna və çöl təbii zonalarında bitki örtüyünün zəngin olma səbəbləri. Savannalar daha çox isti ərazilərdə, adətən subekvatorial iqlimdə, həmçinin tropikin rütubətli vilayətində, qismən subtropikdə rast gəlinən təbii zonadır. Çöl təbii zonası mülayim və subtropik iqlimdə materiklərin mərkəzi hissələrində rast gəlinən bir iqlimdir. Belə ərazilərdə bitki örtüyünün zəngin olması, torpaqların məhsuldarlığı, həmçinin aqroqim ehtiyatlarının zəngin olması, temperaturun
əlverişli iqlim şəraitinin olmasına bağlıdır. Verilən testə uyğun C variantını seçə bilərsiniz. Əlverişli temperatur və rütubətlənmə şəraiti, həmçinin münbit torpaqların mövcudluğu qeyd edilən bitki örtüyünün zəngin olmasına səbəb olacaq. Sərhədləri daxilində daha çox təbii zonaların formalaşdığı iqlim qurşaqları müəyyən edin. Ən çox təbii zonanı biz mülayim iqlim qurşağında görə bilərik. Xüsusilə də şimal materikləri olan Avrasiya və Şimali Amerika ərazisində mülayim iqlim qurşağı geniş ərazi tutur və bu iqlim qurşağı daxilində təbii şərait ərazilər üzrə kəskin seçilir və buna görə də müxtəlif təbii zonaları görə bilərik. Məsəl üçün, biz mülayim iqlim qurşağının ərazisində materik mərkəzi hissələrində səhra, yarım səhraları da, çöl, meşə, çöl də, eyni zamanda enliyarpaqlı qarışıq meşələr və ya tayqa, yəni enliyarpaqlı meşə təbii zonalarını, şərqdə mussonların təsiri altında isə qeyd edəcəksiniz ki, dəyişkən rütubətli meşə təbii zonasında görə bilərik. Mütləq hündürlüyü yüksək olsa da, daha az landşaft qurşaqlarının olduğu dağların yerləşdiyi coğrafi enliklər söhbət qütblərdən gedir. Çünki qütb ətrafı ərazilərinin temperaturu elə dağın ətəyindən başlayaraq mənfi olduğuna görə burada sadəcə buzlaq landşaft olacaq, yəni bir landşaft olacaq, nival. Nival də buzlaq deməkdir. 31. Dağ yamaçlarında yarğanların yaranmasının qarşısını almaq məqsədi ilə görülən tədbirlər. Yarğanlar quru dərələrdir. Onları yaradan müvəqqəti axınlardır və bu quru dərələr quraq iqlimdə formalaşır. Onunla mübarizə aparmaq üçün, belə bir halın yaranmaması üçün xüsusilə də burada müxtəlif yamaçlarda ağac kol bitkilərinin əkilməsi lazımdır. Məhz həmin ağac kol bitkilərinin kökləri yamaçları daha möhkəm saxlayacaq, eroziya dayanıqlıq yaradacaq. Təsərrüfat işlərində enli şumlama məqsədə uyğun hesab edilir. Beləliklə cavabımız enli şumlama, ağac kol bitkilərinin əkilməsi D variantı olacaq. 32. Havanın orta ilik temperaturu və rütubətlənmə əmsalına əsasən torpaq əmələ gəlmə prosesinin daha intensiv, yəni sürətli, yaxşı getdiyi məntəqəni müəyyən edin. Yadda saxlayın ki, temperatur göstərici xüsusilə də müsbət 12-25 arasında, rütubətlənmə əmsalı isə 0.5-1 aralığında olarsa, burada torpaq əmələ gəlmə intensiv gedər. Birinci məntəqədə temperatur aşağı olması, ikinci məntəqədə rütubət çatışmazlığı, üçüncü məntəqə bizim axtardığımız doğru cavabdır, Y variantı edir. Dördüncü məntəqədə rütubət çatışmazlığı, beşinci məntəqənin qismən isti və ya rütubət çatışmazlığından torpaq əmgəminə daha zəif getdiyini qeyd edə bilərsiniz. Əkin sahələri daha çox sahə tutan təbii zonaları müəyyən edin. Əlverişli təbii şərait, təbii ki, savannalar, çöl və meşə çöl təbii zonalar üçün sərcəvidir. İstər istilik və rütubətlənmə göstəricisi, istərsə də torpaqlardakı məhsuldarlıq bu ərazilərin əsas əkin zonaları kimi istifadə edilməsinə imkan yaradır. Tundra meşə tundranın olduqca soyuq olması, yarım səhraların isə rütubət çatışmazlığı və torpaqlarda məhsuldarlığın aşağı olması, səhralar yarım səhralara bənzər ifadəni qeyd edə bilərsiniz. Xüsusilə də selva dediyimiz bu ekvatorial meşələrdir. Burada ifrarütubətlənmə səthin bu arada bataqlığa çevrilməsinə görə mənimsəmək məhdudlaşır. Y-də tundranın xüsusilə də soyuq ərazi olduğuna görə əkinçiliyə belə deyək, cəlb edilə bilməyəcək. Buna görə variantları siləcəksiniz. Prerilər isə yoldaşlar qeyd edəcəksiniz ki, Şimali Amerikada meridional istiqamətdə formalaşan çöl təbii zonasıdır və əsas əkin zonası hesab edilir. Savannaların təbiətində baş verən mühüm mövsümi dəyişkənliklər. Savanna seyrək meşələrdə bir rütubətli dönəm var, biz buna yay deyirik, bir də quraq aylar var. Beləliklə biz yay ayları üçün deyəcəyik ki, isti və rütubətli olması, qış ayları isə isti və quru olması ilə səciyyələnəcək.
C variantı bizim şərtimizə uyğundur. Savannalarda yayda yağıntıların çox düşməsi burada bitki aləminin canlanmasına imkan verəcək. Qış aylarının isə quraq keçməsi isə bitki aləmində qurumasına gətirib çıxaracaq. 35. İnsanların təsərrüfat fəaliyyətinin savannaların təbiətinə göstərdiyi mənfi təsir. Əlverişli təbii şəraitə malik olan savannalar insanların sıx məskunlaşdığı və güclü təsirə məruz qaldığı ərazilərdəndir. Belə ərazilərdə insanların təsərrüfat işləri ağac koluqları qıracaq, mal qaranı həddindən artıq otaracaq və bu da ətraf mühitin kəskin şəkildə pozulmasına gətirib çıxaracaq. Çöl və meşə çöl təbii zonalar üçün sərcəvi olan rütubətli əmsalı. Belə təbii zonalarda rütubətlənmə adətən 0,3-0,6 arasında dəyişir. Hətta 0,7 də demək olar. Buna uyğun cavablarda A-da rütubətlənmə əmsalı 1-dir, B-də 1-dən böyükdür, C-də hətta 2-dir. D bizim üçün ideal cavab olacaq. Y-də rütubətlənmə 1-dən böyükdür. Test tapşırıqlarında çöl, meşə, çöl təbii zonaları üçün 300 bölünsün 500 və yaxud da ki, buradakı kimi yağıntılar miqdarı 400, buxarlanma qabiliyyəti 600 və yaxud da ki, 600 bölünsün 800 şəklində verilə bilər. Tayqa təbii zonası nisbətən daha yüksekliklərdir. Burada məxrəcdəki buxarlanma qabiliyyət bir qədər daha aşağı olacaq çöllə müqayisədə. Və rütubətlənmə vahiddən böyükdür. 350 bölünsün 300, 450 bölünsün 400 şəklində variantlar seçə bilərdiniz. A-da qeyd edilən ifadə 200 bölünsün 1000. Bu rütubət çatışmazlığı yarım səhralar üçün sərcəvdir. C-dəki rütubətlənmə göstərici quru çöllər üçün ola bilər. Həmçinin yarım səhralar üçün də deyə bilərsiniz. Amma əslində bir növ buxarlanma qabiliyyətinin kiçik olması ümumən konkret ərazi deməyə imkan verməyəcək. D-dəki ərazidə biz yağıntıların miqdarı 250, buxarlanma qabiliyyətinin 100 olduğunu görürük. Bu qütbə yaxın olan ərazilərdir. Və yaxud da ki, Y-dəki ifadə də adətən yarım səhralar üçün sərcəvdir deyə bilərsiniz. Davam edək. İqlim qurşağı, torpaq, təbii zonanın uyğun olaraq doğru verildiyi sıranı bizdən müəyyən etmək tələb edilir. Subekvatorialda qara torpaq yanlışdır, qırmızı qonur torpaqlar, məsəl üçün savannalarda ola bilər. Ya da ki, buradakı xətanı belə də izah etmək olar. Meşə çöllərdə qara torpaq düzgün verilsə də, subekvatorial ola bilməz, çünki meşə çöl təbii zonası mülayim və subtropik iqlimdə ola bilər. B-də, meşə tundra təbii zonasında tundra gileyi torpaqlar olur, ancaq subtropik yox, subarktik iqlimdə olur, buna görə yanlışdır. C-də, savannada pozol torpaq olmaz. Savannada qırmızı qonur torpaqlar olar. Və bu arada bu mülayim iqlim qurşağı yox. Subtropik, subekvatorial və tropik iqlimdə ola bilərdi. Məsəl üçün D variantı doğrudur. Subekvatorial iqlimdə savannaların altında qırmızı qonur torpaq olması şərtə uyğun gəlir. Y-dəki xəta nədir? Səhralar bir neçə iqlimdə ola bilər. Tropiklərdə, subtropik və mülayimdə ola bilər. Tutalım tropikdə. Ancaq bu zaman podzol yox, qeyd edəcəksiniz ki, boz qonur olar. Podzol isə mülayimin tayqası üçün sərcəvi olan torpaq tipidir. 39-da Nil çayının keçdiyi təbii zonalar və onlara müvafiq gələn torpaq tipləri təqdim edilib. Elə A variantı buna uyğun gələ bilir. Mənbəyinin yaxın hissələrdə savanna seyrək meşələrdən keçir və buranın torpağı da qırmızı qonur olur. Daha sonra isə böyük bir məsafədə böyük səhradan keçir, səhrada isə boz torpaqlar olur. 40. İqlim qurşaqlarına uyğun gələn torpaq tiplərini müəyyən edin. Təqdim edilən rəqəmlərin oxla haranı göstərdiyini bilməlisiniz. Bir rəqəmi xüsusilə də subtropik iqlimin Araq dənizinə uyğun gəlir və burada da torpaq olaraq deyəcəksiniz ki, qəhvəyə torpaqlar uyğun gəlir. Çünki colyarpaqlı, həmişəşir meşə və kolluqlar təbii zonasıdır. Deməli, 1-ə uyğun gələcək qəhvəyə torpaqlar birinci. Sonra 2 rəqəmi ilə subekvatorial iqlimdəki savannalar göstərilir və buranın torpağı qırmızı qonur olacaq.
2'yə müvafiq olaraq qırmızı qonur olduğuna görə 3-cünü qeyd edəcəksiniz. Daha sonra 3 rəqəminə uyğun ekvatorial iqlimdə rütubəti ekvator meşənin altındakı qırmızı sarı feolit, yəni 4-cünü qeyd edəcəksiniz. Və son olaraq da 4 rəqəmlə göstərilən ərazi tropikin səhrasıdır və səhrada da qeyd edəcəksiniz ki, boz torpaqlar, bozqum torpaqlar olur. 2-ci uyğun gəlir. Rəqəmlərə uyğun biz cavabı tapaq. 1-ə 1-ci, 2-yə 3-cü, sonra 3-ə 4-cü və 4-ə 2-ci A variantı edir. 41 nömrəli testə baxırıq. İqlim qurşağı və tiplərinə uyğun olmayan təbii zona və torpaq tiplərinin sırası. A-da mülayim kontinental, tam Şərqi Avropada, çöl meşə çöllərdə qara torpaqlar təqdim edilib. Tamamilə doğrudur, amma aid olmayan deyir. Aral dənizdə cadyarpaqlı həmşərçi meşə və kolluqlar və onun altında qəhvəyi torpaqlar olur. Doğrudur. Mülayim dəniz iqlimdə savannalar olmaz. Savannalar, diqqətli olun, bir neçə iqlim qurşağında ola bilər. Subekvatorial, tropikin rütubətli vilayəti, Avstraliyada isə hətta subtropikdə də rast gəlinir. Ancaq mülayim dənizində ola bilməz. O yüzden də cavabımız yanlış olan C-dir. Mülayim dənizində nə ola bilər? Tutan Böyük Britaniyada enliyarpaqlı və qarışıq meşələr ola bilər. Onların da altında qəhvəyi və ya qonur meşə torpaqlar olar. Digər verilən variantlar da şərtə tamamilə uyğundur. Daha artıq özünüz oxuyacaqsınız, yadda da saxlayın. Belə bir anlayışlar yazmaq üçün dəstəkdəki cədvəllərdən istifadə edə bilərsiniz. Qaldı ki, məsəl üçün subtropikin kontinentalı, biz bunu iqlim xəritəsindən bilirdiniz ki, materiklərin mərkəzi hissələrindədir. Həmin ərazilərdə də okean təsiri az olduğuna görə, rütubət gəlmədiyinə görə quraq olur. Səhra yarımsəhra yarana bilir və əlbəttə ki, səhra yarımsəhrada da boz-qonur torpaqlar olacaq. 42. Cadyarpaqlı həmşərçi meşə və kolluqlar istəyir. Söhbət Aral dənizinin olduğu variantları istəyir. Rəqəm olaraq da siz 1 İtaliya, 5 Yunanistan, 6 İspaniyanı seçə bilərsiniz. 1, 5, 6 olan variantları seçə bilərdiniz. İniyarpaqlı tayqa meşələri isə şimal meşə qurşağına uyğun olaraq 2 Norveç, 4 İsveç, 5 Finlandiya olan variantı seçə bilərsiniz. Rütubətlənmə vahiddən böyük olduğu zonalar. Çöl meşə çöllərdə rütubətlənmə 0.3-0.6. Təxminən rütubətlənmə vahiddən təbii kiçikdir. Sonra Arktik səhralar, diqqətli olun. Arktik səhralarda rütubətlənmə vahiddən böyük ola bilər. Çünki orada temperatur olduqca az olduğuna görə rütubətlənmə vahiddən böyük ola bilər. Amma hələlik onu saxlayıram. İniyarpaqlı meşələr söhbət tayqadan gedir. Burada birdən böyükdür. 350 bölünsün 300, 450 bölünsün 400 şəklində ola bilər. Səhra və yarım səhralarda qeyd edəcəksiniz ki, xüsusilə də rütubətlənmə 0.3 və daha kiçikdir. Savanna seyri meşələrdə xüsusilə də bu rəqəm 0.8-1 aralığındadır, yəni birdən kiçikdir. Məsəl üçün savannalarda 1200, yağıntılar bu qədər. Buxarlanma isə ondan daha çoxdur, 1500. Tundra meşə tundra bizim şərtə uyğundur. Hansı ki, tundra meşə tundralarda 250 bölünsün 200 birdən böyük olacaq. Bir də biz 2-ni bayaq saxlamışdıq. Mən burada qeyd elədim ki, vahiddən böyük olmasının səbəbi buxarlanma qabiliyyətinin kiçik olmasıdır. Tutalım, qütblərdə enən hava yüksək təzyiq, az yağıntı olur. Cəmi 100 mm yağıntı olur. Amma temperatur az olduğuna görə buxarlanma qabiliyyəti ondan da azdır. Gördüyünüz kimi, rütubətlənmə misal birdən böyük olacaq. Tundrada da rütubətlənmə vahiddən böyükdür. Məsəl üçün, 250 bölünsün 200. Sonra İniyarpaqlı tayqa meşələrində bayaqlar dedim. 450 bölünsün 400. 350 bölünsün 300. Yəni bu tipli ifadələr görə bilərsiniz. Fərq yoxdur. Yəni hər ikisi ola bilər. Davam edək. 2, 3, 6-ya uyğun cavab Y-dir. Azonal landşaft əmələ gətirən amillər. Azonallıq endogen amillərlə əlaqədar formalaşır, hansı ki, zonal qanuna tabi olmayandır. Zonallıq ekvatordan qütbə doğru xarici qüvvələrin təsiri ilə dəyişə bilən göstəricilərdir. Amma azonallıq xarici qüvvənin təsirinə yox, daxili amillərlə əlaqədar dəyişən göstəricilərdir. Tutalım, torpaq örtüyü ekvatordan qütbə doğru
Xarici qüvvələrin təsiri temperatur rütubətinin dəyişməsinə əlaqədar dəyişə bilir. Eyni zamanda yağıntı da. Ancaq relyef daxili qüvvələrin təsirindən formalaşır. Ona görə onu azonala götürəcəksiniz. Yeraltı sulardan da xüsusilə də arteziyan suları nəzərə alsaq, onlar azonal amilə aid edilir. Amma bitki örtüyü, torpaq örtüyü, heyvanat aləmi, yağıntılar yadda saxlayın zonal amillərdir. Zonal amillər ekvatordan qütbə doğru qanuna uyğun olaraq dəyişə bilənlərdir. Amma sıxırlar və yaxud da ki, relyef və yaxud da ki, yeraltı sular, söhbət arteziyan sulardan gedir, geoloji quruluş, bax, bunlar azonaldır. Azonala bildiniz ki, 3, 4, 6 və geoloji quruluşu da əlavə elədik, öz üçün yazın, cavab olaraq da eləyir A variantı. Bunun tam mahiyyətini başa düşmək üçün belə bir məqam bildirim. Misal üçün, relyef. Qurunun relyefi bilirsiniz ki, dağ və düzənliyə bölünür və biz ekvatordan qütbə doğru qanuna uyğun olaraq dağ və düzənlikdən bir-birini əvəzlədiyini görə bilmərik. Yəni, heç vaxt deyə bilmərik ki, ekvator ərazilər ancaq dağlıqdır, tropiklər ancaq düzənlikdir. Belə bir ifadə deyə bilmərik. Yaxud da ki, sıxırlar, təbiətdəki sıxırların, yəni maqmatik, metamorfik çökmənin enlikləri üzrə qanuna uyğun paylandığını deyə bilmərik. Onlar daxili amillərlə əlaqədar olaraq özünə xas ərazilər üzrə fərqli formada paylanmışdır. Eyni zamanda arteziyan hövzələri, yəni yeraltı sular da azonal amil kimi fərqlənəcək, əmələ gətirən amillərdir. Davam edək. Təbii zonaları torpaqların məhsuldarlığın azalmasına görə sıralayın. Burada diqqətli olaq, məhsuldarlığın azalmasına, artmasına görə deyir. Artmasına görə deyir. O zaman ən az məhsuldarlığa malik torpaqdan başlamalıyıq. Yadda saxlayaq ki, qütbə nə qədər yaxındırsa, həmin ərazilər, donuşuq ərazilərdə torpaqda çürüntü də az olacaq, məhsuldarlıq azdır. Həmçinin səhra torpaqlarında da məhsuldarlıq çox aşağıdır. Burada səhra torpağı verməyib. Ona görə verilənlər içərisində subarktik iqlimdə formalaşan tundra, meşə tundranı götürəcəksiniz. Qileyli torpaqlardır. Burada qileyli torpaqların olmasının səbəbi buxarlanmanın tam gedə bilməməsidir. Bitkilərdə çürümənin yarımçıq qalmasıdır. Çünki burada yay qısa müddət olur. Sərin, yağıntılı yay, uzun müddətli, soyuq şaxtalı, quru qış olur. Daha sonra bir qədər ondan aşağıda olan mülayimin ərazisində formalaşan iynəyarpaqlı tayqa meşələrdir. Bu da soyuq ərazidir. Sonra isə biz iki variant arasında qalacaq. İynəyarpaqlı meşələr mülayimindir. Savanna seyrək meşələr isə subekvatorialındır. Subekvatorialın torpaqları daha məhsuldar olmasından seçiləcək. Çünki burada sıx və hündür ot örtüyü olur. Harada ot örtüyü sıxdırsa, orada torpaqlar daha məhsuldardır. Bu hansı məntiqlə əlaqədardır, onu da izah edeyim. Ot bitkiləri bir illik bitkilərdir və bir il ərzində bu bitkilərin həm kök, həm gövdə hissəsi məhv olub torpağa qarışır və onu çürüntü ilə zənginləşdirir. Meşələr isə ağaclar, təbii ki, bilməlisiniz ki, çox illik bitkilərdir. Onların isə il ərzində qeyd edəcəksiniz ki, sadəcə yarpaq hissəsi xəzan zamanı torpağa qarışır, onu çürüntü ilə zənginləşdirir. Ona görə də sıx ot örtüyü olan ərazilərdə torpaqlar daha çox çürüntü ilə zəngin olur. Daha çox çürüntü, humus daha məhsuldar hesab edilir. Beləliklə cavab 2, 3, 1, 4, B variantı olacaq. Ən məhsuldar isə humusun ən çox olduğu qara torpaqlardır. Çürüntü nə qədər zəngindirsə, torpağın rəngi o qədər tünd olur. Çöl təbii zonalarında birilik ot bitkiləri daha çoxdur. O yüzden də torpaqlar daha məhsuldardır. 47. Ətəkləri yarımsərdə yerləşən Tian-Şan dağlarının zirvəsinə doğru yaranan landşaft. Əgər ətək yarımsərdədirsə, yarımsərdən neyinirik? Yuxarı qalxırıq. Müvafiq olaraq yarımsərdən sonra nə gələcək? Baxaq da variantlara. Səhra yazıb yanlışdır, çünki burada ətək yarımsərəsə yarımsərədən başlamalıyıq. B-də yarımsərədən sonra çöl, sonra meşə çöl, meşə, subab, alp çəmənlikləri və qayalıq buzlaqların gəlməsi ilə bizim şərtimizə uyğun gələn budur. Həqiqətən də dağın ətəyinin zirvəsinə qalxdıqca temperatur azalır, rütubətlənmə əvvəl artır, sonra isə bir qədər azalacaq. Və təbii ki, burada temperatur rütubət nisbətinin dəyişməsi yarımsərədən sonra bir qədər rütubətin artması çöl, ondan sonra isə meşə çöl, daha sonra isə meşələrin yaranmasına səbəb olur. Meşələrin olduğu hündürlükdən daha hündürdə isə temperatur az olduğuna görə artıq ağac formalaşmır. Əvvəl hündür boylu
subab çəmənlikləri formalaşır. Sonra daha hündür ərazilərdə temperatur daha aşağı olduğuna görə alçaq boylu alp çəmənlikləri yaranır. Çəmənliklərdən daha yuxarı hündürlüklərdə isə artıq temperatur bitkinin inkişafına imkan vermir. Əvvəl qayalıqlar olacaq, buna subnival da deyirlər. Ondan yuxarı artıq buzdaqların olduğu ərazilər gələcək. Artıq qar xəttindən yuxarıda səthə düşən qar heç vaxt əriməyə macal tapmır və buzdağa çevrilir. Beləliklə ardıcıllıq B-dir. Buna oxşar bir neçə başqa suallar da var. Onlardan biri də 48-dir. Bu səfər ətəyi hardadır? Çöl təbii zonasıdır. Çöl təbii zonasında yerləşən bu Karpat dağında zirvəyə qalxdıqca nə olacaq? Çöllə başlamalısınız. Çöldən sonra yarımsəhərə gəlməz. Çünki dağa qalxırsansa bir qədər nə olacaq? Əvvəlcə rütubətlənmə artır. Rütubətlənmə artırsa çöldən daha rütubətli ərazi yarımsəhərə səhərə olmaz ki, nə olar? Meşə çöl olar. B-də düzgün gedir. Çöldən sonra nə olacaq? Meşə çöl. Meşə çöldən sonra daha rütubətlənmə artdığına görə meşələr olacaq. Meşələrdən yuxarıda havanın temperaturu aşağı düşdüyünə görə nə olacaq? Subab, ondan da yuxarıda nədir? Alp. Tianşan qədər bu hündür olmadığına görə biz Karpatda ən hündür nöqtə nə idi? Qerlaxovski ştitidə 2655 metr. Hansı ki bu hündürlüklə əlaqədar olaraq da alp çəmənliklərdən yuxarıdakı qayalıq və nival buzdağı deməyə ehtiyac qalmayıb. Belə çəmənliklərdə saxlayıblar. Amma Tianşan artıq 7-lə yuxarı hündürlüyə malik olduğuna görə orada artıq subab, yəni qayalıqlar və subnivaldan sonra nə gəlir? Nival, yəni buzdaqlar da qeyd edilmişdir. Burada da cavabımız B variantı olacaq. Sonra da davam edirik. 49. Qırmızı sarı ferralit. Bu bilirsiniz ki ekvatorial torpaqlarıdır. Buna uyğun biri götürə bilərsiniz. Tutalım 1 yazdıq. Qırmızı qonur savannaların torpağıdır. Savannaların formalaşıq ərazilərdən biri də elə 5-dir. Bir də pozo, külə çalan torpaq. Buna misal tayqanın olduğu elə 3 rəqəmini seçə bilərsiniz. Buna uyğun isə cavabımız A variantı edir. Sualın şərtində diqqət edin, müvafiq olaraq deyir. Ona görə 1, 5 və 3. Yenə də müvafiq olaraq bu səfər birinci qırmızı qonuru tapmalıyıq. Bu subekvatorial iqlim qurşağında savannaların altında rast gəlinə bilər. Elə Braziliya yaylasında görə bilərik qırmızı qonuru 3 ilə başladıq. Sonra davam edək. Boz torpaqlar, boz səhralardadır. 2 və ya 5-i seçə bilərsiniz. Tutalım 2-ni götürdük. Qəhvə torpaqlar isə cod yarpaqlı həmişəşin meşə və kolluqların altındadır Aralıq dənizində. Buna uyğun elə Pirine yarımadası 4-ü götürə bilərsiniz. Cavab olaraq 3, 2, 4 olacaq C variantı. Hələlik bu videoda 50 dən test izah elədik. Növbəti izahları da tezliklə paylaşacağım. Hələlik, sağ olun.